Bəli, Zəfər gününün 5-ci il dönümü münasibətilə sabah Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi yürüşlər təşkil ediləcək. Hərbi qulluqçular sabah saat 10-dan 12-dək bəzi marşrutlar üzrə yürüşlər təşkil olunacaq. Həmin mən marşrut xəttlərini istəyirəm qısaca diqqətinizə çatdırım. Bakı şəhəri üzrə Şəhidlər Xiyabanı, Alov Gülələri kompleksi, İçəri şəhər metrosu, Qala qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, Azneft dairəsi, Bəhram Gür heykəli bu birinci marşrutdur. İkinci marşrut isə Qəzənfər Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyin Cavid prospekti, Hüseyin Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı. Üçüncü marşrut isə Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev sarayı və Neftçilər prospekti istiqamətində olacaq. Qeyd etdiyim kimi Sumqayıt şəhərində, Naxçıvanda və Xankəndi, Laçın və Şuşa şəhərlərində də mərkəzi küçə və prospektlərində həmin yürüşlər təşkil ediləcək və yürüşün təşkil ediləcəyi ərazilərdə nəqliyyatın hərəkətində müvəqqəti məhdudiyyət qoyulacaq. Odur ki, sürücülərdən həmin saat aralığında digər yollardan istifadə etmələri tövsiyə olunur. Bizim çatdıracaqlarımız buna ibarət idi. Sözü yenidən sizə ötürürük.